Azərbaycan xanları arasında ədavət gah səngidi, gah yenidən baş qaldırdı. Pərakəndəliyin gələcəyə düşən kölgələri. Əgər onlar atalarının aqibətindən ibrət götürsəydilər, yumruq kimi birləşərdilər. Gəncə basar, Qarabağda bizə birləşsəydi, böyük güc olurduq. Mənəm-mənəmlik yarışında uduzulan maraqlar. Qacar xanədanlığı zəifdir. İmperiya qüdrəti ilə ayaqlaşa bilməyəcək. 20 il sonra yenə savaş açdılar. Bu dəfə də vuruşduq. Ermənilər isə əl altından onlara kömək elədi. Bir millətin var olmaq uğrunda bitməyən mücadiləsi. Şah İsmaildən sonra 500 il ərzində xalqımızın bu cür möhkəm olduğu, yumruq kimi birləşdiyi olmamışdı. Məmləkəti birləşdirdik, düşməni qovduq, böyük bir səltənət yaratdıq. Tarixin Divanı bədii televiziya tamaşasının 5-ci bölümündə 2 mart saat 17-də